Mən bu tamaşada xan obrazındayam. Bu xan Xan Çobanla birgə Saranı sevdiyinə baxmayaraq imkan vermir ki, nə Sara öz sevdiyinə qovuşsun, nə də özü qovuşa bilmir. Mən bu günlərim mənzər obrazını ifa edirəm. Mənim məqsədim elə ülvi məhəbbətə çatmaq üçün mübarizə aparmaqdır. Ancaq özüm ülvi məhəbbətə çata bilmədiyim üçün iki gəncin o məhəbbətə, o sevgiyə qovuşması üçün özümü qurban edirəm. Üçüncü olub qıraqdan susaraq onların qovuşmasını istəyirəm. Mən balaca Sarayam. Mən bu tamaşada Saranın uşaqlığını oynayıram. Bu tamaşada mənim obrazım Saradır. Sara bu tamaşada saf sevgisi, namusu, qeyrəti uğrunda mübarizə aparır. Sara xana varmamaq üçün, öz namusunu, qeyrətini satmamaq üçün, Xan Çobana da qovuşa bilmədiyi üçün sonda gedib özünü arpa çaynatır. Bu tamaşada mənim obrazım Xan Çobandır. Xan Çoban ülvi məhəbbətə çatmayan bir aşiqdir. Xan Çobanla Saranın məhəbbəti alınmır. Xan Çoban başını götürüb dağlara gedir. Mən Apartsellər Saranın tamaşasında Sarvan rolunu oynayıram. Sarvan Apartsellər Sara tamaşasının baş qəhrəmanı Saranın atasıdır. Yəni Sarvan görür ki, qızı xoşbəxt deyil. Ondan ötəri çalışır ki, yəni o xoşbəxt olsun. Bu yolda həyatını itirsə də, ölümə getsə də yenə də o əzilmir. Yenə də axıraca mücadilə eləyir ki, yəni qızı xoşbəxt olsun. Mən bu tamaşada gözəl obrazı oynayıram. Gözəl uzun illər, yəni övlad həsrəti çəkmiş bir xanımdır. Uzun illərdən sonra Allah Taala ona bir körpə nəsib eləyir və körpəsini görmək bir neçə saat əfsuslar olsun ki, qismət olur görmək və ömrünün də sonu gəlir. Mən bu tamaşada Fərraş rolunu oynayıram, xanın köməkçisiyəm. Eyni zamanda mən də bu tamaşada Fərraş rolundayam. Hər kəsə uğur var.
Bugün Ağdam Dövlət Dram Teatrında yenicə hazırlanmış yeni bir tamaşanın premyerası oldu. Bu görkəmli yazıçımız, dramaturgumuz İlyas Əfəndiyevin Apardı Sellər Saranı adlı əsərinin eyni adlı tamaşası idi ki, gənc rejissorumuz Raco Işıqlı hazırladı və əsər demək olar ki, çox uğurla nümayiş olundu, amma əsərdə həm də gəncəcik, körpə bir fidanımız da bir uşaq rolunu oynayır. Orada rayonun Eyvazlı tam orta məktəbinin şagirdi, Eyvazlı kəndinin məktəbinin şagirdi, körpəcə balamız, Gülay balamız. Amma mən istəyirəm ona, mən fəxri fərman yazmışam, ona istəyirəm teatrımızın nətər deyirlər, bu sənətdə artıq çox geniş bir yol getmiş Afərdə xanım təqdim eləsin. Çünki bunun ilk addımıdır Milay balanın. Afərdən də artıq zirvələrə ucaldı, indi öz teatrımız səviyyəsində bir məqamdır. Təbrik edirəm qızım. Afərdə xanım, buyur sən təqdim elə. Buyur gözəlim, təbrik edirəm. Bax belə tut. Həyatda uğurların çox olsun.